Bərabərçilər və bərabərçilər sistemi mövzusunun birinci bölməsi ədədi bərabərçilər və onların əsas xassələrinə baxırıq bugün. Birinci sual, x 5 ilə 7 arasındadır, y 3 ilə 6 arasındadır, x, y hasili daxil olduğu aralığı tapın. Üstünə yazıram buradan y böyükdür bərabərdir 3, kiçikdir bərabərdir 6. Bu cür sistem olanda biz buna hələ ikisi də eyni işarəli, yəni müsbət ədədlər olduğuna görə alt-alta vura bilərik. Alınır x, y böyükdür bərabərdir 15-dən, kiçikdir bərabərdir 42-dən. 15-42 arası. Digər sual, ikinci sual. A kiçikdir 0-dan, B kiçikdir 0-dan olarsa ifadələrdən hansının qiyməti ən böyük olar? Demək, hər ikisi mənfi ədəddir. Bunu nəzərə alaq. O zaman baxaq indi. Demək, A variantında mənfi vurulsun mənfi, yəni AB-nin hasili, 2 mənfi ədədin hasili müsbətdir. 9-dan topladıq, kəsirin sürəti oldu müsbət. 5-dən mənfi ədəd çıxırıq. Yəni, ümumiyyətlə, müsbətdən mənfini çıxanda hər zaman müsbət ədəd alınır. Və bu iki ədədin nisbəti müsbət oldu. A bəndi müsbət oldu. Keçdik bura. Baxıram ki, AB hasili müsbətdir, amma mənfidən 5-i çıxanda mənfi eləyəcək. Bunların hasili eləyir mənfi. Hər ikisi mənfi ədəddə cəmi eləyəcək mənfi. 5-dən mənfi ədədi çıxıramsa, yəni ümumiyyətlə müsbətdən mənfini çıxırsa müsbət edir. Bunların nisbəti eləyir mənfi. A-3 mənfi ədəddir, yenə mənfidən müsbət çıxanda mənfi eləyir. Bunların hasili müsbətdir, üzərinə də 5 kərənə müsbət eləyəcək, nisbət yenə mənfi elədi. Mənfidən 9-u çıxanda mənfi eləyəcək, 9-dan mənfini çıxanda müsbət eləyəcək, nisbət eləyəcək mənfi. Demək ki, bu 4 variantın 4-ü də mənfidir, amma bir dənə müsbət olan A variantı. Ona görə ən böyük olur A variantı. Eynisini 3-cü sual üçün eləyə bilərik. Yəni, A mənfi 0-dan böyükdür, yəni müsbətdir. B 0-dan kiçikdir, yəni mənfidir. İfadələrdən hansının qiyməti ən kiçik olar? Bu səfər ən kiçik axtarırıq. Demək ki, bunlardan 4-ü müsbət ədəddir, biri mənfi ədəddir. Yəni, məntiq olaraq belə düşünməliyik. Demək, bunların hasili eləyir mənfi. 5-dən mənfini çıxanda, görürsünüz, 5 çıxılsın, mənfi ədəddir, müsbət eləyəcək və bunların nisbəti eləyir mənfi. Bunların hasili mənfi, mənfidən 3-ü çıxanda mənfi, bir-birinə böləndə eləyəcək müsbət. Müsbətdən mənfini çıxanda müsbət, 1-dən mənfini çıxanda yenə müsbət eləyəcək və bunların nisbəti müsbət eləyir. 5-dən mənfi ədədi çıxanda müsbət eləyəcək, müsbətin üzərinə 3 gələndə müsbət eləyəcək, nisbəti müsbət elədi. Amma müsbət olduğuna görə üzərinə 7 gələndə müsbət, 4-dən də mənfini çıxanda yenə müsbət, nisbətləri müsbət eləyir. Demək, ən kiçikdən söhbət gedirsə A variantı olacaq bu səfərdə. 4-cü sual. Bizə veribdir ki, A 2 ilə 5 arasındadır, B 0 ilə 3 arasındadır. Bəs 2B bölünsün A. Bunu belə düşünə bilərikmi biz? 2B vurulsun 1 bölünsün A. Belə düşünsək daha rahat olar. Bizə birinci 2B lazımdır. 2B-ni almaqdan ötürü bunun üstündən yazıram. 2B hər tərəfi 2-yə vururuq. 0-ı 2-yə vurduq 0, 3-ü 2-yə vurduq 6. İndi qaldı 1 bölünsün A-nı tapmaq. Əgər A 2 ilə 5 arasındadırsa, ədədin tərsini alırıqsa biz, bərabərsi işarəsi əksinə dəyişir. Kiçik böyüyə, böyük kiçiyə çevrilir. Bunu da standart şəkildə yazaq artan sırayla. 5-də 1 kiçikdir, 1 bölünsün A, o da kiçikdir 2-də 1-dən. Yəni 1 bölünsün A, 2-də 1 ilə 5-də 1 arasındadır. Altından da 2B-nin olduğu aralığı yazsaq, 0 və 6 arası. İndi bunları alt-alta vura bilərik. Ortada alınacaq yenə 2B bölünsün A, 5-də 1-i 0-a vuranda 0, 2-də 1-i 6-ya vuranda 6 vurulsun 2-də 1, bu da eləyəcək 3. Yəni 0-3 arası. 5-ci sual, hansı təklif doğru deyil? Yəni, yanlışdır. A-B 0-dan böyükdürsə, demək, B-ni sağa keçirən kimi A, B-dən böyük olmuş olur. Bu doğrudur. A böyükdür, B-dən C kiçikdir 0-dan olarsa, demək, bərabərsizlik belə deyək də, bərabərsizliyin hər iki tərəfin hər hansı bir mənfi ədədə vursaq və ya bölsək, bərabərsizlik işarəsinin əksinə dəyişməlidir. Bax, bu dəyişməlidir. Yanlış olan budur. A kvadrat plus 1 müsbətdir, doğrudur bu. A sıfırdan kiçikcə, yəni bərabərsizliyin hər hansı bir tərəfinə istənilən bir C ədədi əlavə etsək və ya çıxsaq, bərabərsizliyin işarəsi dəyişməz. Hər hansı bir mənfi ədədə vursaq, bərabərsizliyin işarəsi dəyişər. Görürsünüz, burada kiçikdir, burada böyükdür. Bu da doğrudur. Yanlış olan B variantıdır. 6-cı sual da eyni tip sualdır. Təkliflərdən hansı doğru deyil deyir. A B-yə bərabərdirsə, hər bir tərəfə C əlavə etsək və ya çıxsaq,
bərabərlik dəyişməz, doğru olar. A B-yə bərabərdir, B də C-yə bərabərdirsə, analoji olaraq A da C-yə bərabərdir. Yəni, üçü də bir-birinə bərabər olmuş olur, doğrudur. İndi A B-dən böyükdür, B də C-dən böyükdürsə, o zaman A həm də C-dən böyükdür. Bu da doğrudur. A böyükdür B və sıfırdan fərqli hər hansı bir ədədə vuranda bərabərlik işarəsini dəyişməyib, yanlışdır. Bu, yalnız C-nin müsbət halında mümkündür. C mənfi olsa işarə dəyişəcək. Bu, həmişə doğru deyil. Burada isə çarpaz məsələsidir bu. Yəni, neyini? Buranı mənfiyə vursaq, mənfi C böyükdür, mənfi D. Düşünün ki, A böyükdür B. Buna mənfi 1-ə vurdum axı. Mənfi C böyükdür, mənfi D. İndi biz bunu altıda toplaya bilərik. Ən rahat yolu budur, qarışdırmaqdan ötürü. A ilə mənfi C-ni toplayanda A minus C işarə dəyişməyəcək. B ilə də mənfi D-ni topladıq, B minus D doğrudur. Demək, yanlış olan D variantıdır. 7-ci sual. A sıfırdan böyük, B sıfırdan kiçik, C sıfırdan böyük olarsa ifadələrdən hansının qiyməti müsbət? Yəni, bu müsbət, bu mənfi, bu müsbət. Da belə düşünək. 3-ün nasili mənfidir. A ilə B-nin nasili mənfi, müsbət, mənfidir. B ilə C-nin nasili mənfidir. A vurulsun B kvadrat, bu müsbət, B kvadratı müsbət, C də müsbətsə, demək ki, müsbət olan budur. Burada artıq mənfi olacaq, çünki B müsbət olur, B üstü 4 olur, yəni C onsuz da müsbətdir. Mənfi A kvadratı, A kvadratı müsbətdir, mənfiyə də vuranda sıfırdan kiçik olur, mənfidir, hasili mənfi edir. 8-ci suala keçirik. İndi eyni qayda ilə, 7 ilə eynidir. A müsbətdir, B mənfidir, C müsbətdir. BC hansının qiyməti müsbət axtarır bizdən, bax, deyir ki, müsbətdir. BC mənfidir, AB mənfidir. A, B kvadrat. B kvadratı B mənfi olsa da B kvadratı müsbətdir, A da müsbətdir. Bir-birinə vuranda müsbət edəcək. Daha heç axtarmağa dəyməz o bilərini. 9. A sıfırdan böyük, B sıfırdan böyük, C sıfırdan böyükdürsə, A, B, C ədədləri müqayisə edin. Elə olduğu kimi yaza bilərəm mi? Buna 1 verək, buna 3 verək, buna 2 verək. Yenə nisbətlər bərabərdir. Mənfi 1, mənfi 1, müsbət, bu da mənfi 1. O zaman artan sırayla yazsaq, A kiçikdir C, o da kiçikdir B olmuş olur. Yəni C variantı. 10-cu sual. A sıfırdan kiçikdir, mənfidir. B sıfırdan kiçikdir, mənfidir. C də mənfidir. Aha, ədədləri müqayisə. Yenə mənfi 2, mənfi 5, mənfi 3 desək, nisbətlərini 1-ə bərabər edirəm. O zaman buradan görünür ki, ən kiçiyi B-dir, sonra C-dir, sonra da A-dır. B, C, A. Yəni B variantı. Ondan sonra keçdik 11-ci suala. A plus B bərabərdir 3. Aha, mənfi 7 ilə müsbət 7 arasındadırsa, A-nı qiymətləndirin deyir. Tamam. A bərabərdir 3 minus B-yə. Düzdürmü? Və yaxud da ki, B bərabərdir 3 minus A-ya. Gətirib burada yerinə yazıram. Bax, B-nin yerinə burada. Mənfi 7 kiçikdir, B kiçikdir 7 olduğunu görün. B-nin yerinə bunu yazıram. 3 minus A böyükdür mənfi 7-dən, kiçikdir müsbət 7-dən. İndi burada nə edirik? Hər tərəfdən 3 çıxırıq. Burada mənfi 10 olur, burada mənfi A qalır, burada 4 qalır. İndi hər tərəfi mənfi 1-ə vururuq. Burada müsbət 10 olur, burada müsbət A olur, burada da mənfi 4 olur və işarələr əksinə dəyişir. İndi bunu da standart şəkildə yazsaq, artan sırayla mənfi 4 ilə 10 arasında yerləşməlidir, yəni C bəndi. 11-ci sual. Bu da eyni qayda ilə, bu səfər B-ni deyir, əvəz edin. İndi A bərabərdir bu şərtə görə. B plus 4 olmuş olur. Gətirib burada A-nın yerinə yazaq. Demək, B plus 4 böyükdür, mənfi 5, kiçikdir, müsbət 5. Birinci hər tərəfdən 4 çıxırıq. Mənfi 5 minus 4 edəcək, mənfi 9, kiçikdir B, o da kiçikdir 1-dən. Mənfi 9, 1 arası, yəni A bəndi. Sonra 12-ci sual. X plus Y cəmini qiymətləndirin deyir. Bizə X verilib, 2 ilə 3 arasındadır. 2y verilibsə, y-i hər tərəfi 2-yə bölməklə tapaq. Bura 2, burada 4 olmuş olacaq. Y böyükdür 2-dən, kiçikdir 4-dən. Alt-alta toplaya bilərik biz bunu. X plus y böyükdür 4-dən, kiçikdir 7 olmuş olur. Yəni 4-7 arası olacaq. Davam edirik. 14-cü sual. Yenə alt-alta toplasaq, yəni birinci bu x-i təyin edək. X 3-ə bölürük hər tərəf. Burada 1, burada 2 eləyir. Yəni x böyükdür 1-dən, kiçikdir 2-dən, y böyükdür 3-dən, kiçikdir 5-dən. Toplayırıq alt-alta, x plus y böyük olur 4-dən, bunu da toplayanda 7-dən, 4-7 arası. 15-ci sual.
Aha. AB mənfidir. A minus B sıfırdan kiçikdir. B ise sıfırdır. Yəni AB hasili sıfırdan kiçikdir. Sıfıra bərabər deyil. Eyni B burada da var. C'ye vuranda sıfır olursa demek ki C sıfırdır. Bu bir. Çünkü B sıfır ola bilməz. B sıfır olarsa AB hasili de sıfır olmalıdır. Ve buradan A kiçikdir B verilib bizə. Demək ki, buradan alırıq biz bunu. B'nin tabii keçəndə bu alınır. A kiçikdir B idirsə və bunların hasili mənfidirsə, sıfırdan kiçikdirsə, sıfırdan kiçik olması üçün biri mənfi, biri müsbət olmalıdır. Məlum məsələdir ki, burada A mənfi, B müsbət. Çünki B A'dan böyük olduğuna görə müsbətdir. O zaman ne yazırıq? A kiçikdir C'dən, yəni sıfırdan, o da kiçikdir B'dən. B müsbətdir, C sıfırdır, A mənfidir. Bu şəkildir. Yəni A, C, B. 16-cı sual. Eyni qayda ilə yenə AB hasili sıfırdan kiçikdir və BC hasili sıfırdırsa C sıfırdır, 100%dir. Buradan alırıq ki, A böyükdür B-dən və hasilləri də mənfi olduğuna görə demək ki, A müsbətdir, B mənfidir. O zaman nə olur? B kiçikdir C, kiçikdir A. Yəni, bura mənfi, bura sıfır, burada müsbət. B, C, A. Ondan sonra 17-ci sual. Aha, bizdən A plus B minus C'ni soruşur. Onun üçün nə edirik? Birinci, bax, işarələri eyni olanda A kiçikdir 2-də 1, B kiçikdir mənfi 3-də 1 varsa, biz bunları tərəf-tərəfə toplayırıq və işarənin də bərabərlik işarəsini eyni saxlaya bilirik. Yəni, olacaq belə. A plus B kiçikdir 2-də 1 minus 3-də 1-dən. Yəni, A plus B, bunun orta məxrəc olacaq 6, 3 çıxılsın 2 eləyəcək. Yəni, kiçikdir 6-da 1-dən. Bu 1. İndi minus C deyir. Yəni A plus B minus C'nin əvəzinə biz A plus B plus mənfi C yazsaq, yəni çünki toplayanda alt-alta olduğu kimi toplamaq daha rahatdır. Amma çıxanda çarpar, çıxmalıyıq, qarışdıra bilərik. Ona görə belə yazaq ki, daha rahat edəyək. Əgər C bizə verilib ki, 4-də 1-dən böyüksə, mənfi C lazımdırsa bizə mənfi 1-ə vururuq hər tərəfi, bərabəsində işarəsi əksinə dəyişir, kiçikdir mənfi 4-də 1-dən. Bunun altından yazıram. Mənfi C böyükdür. Üzr istəyirəm, kiçikdir, mənfi 4-də 1-dən. İndi biz bunu alt-alta toplayırıq. Yəni olacaq A plus B minus C toplayanda bu şəkildə olur. Altda 1 ilə mənfi 4-də 1-i toplamaq, altda 1-dən 4-də 1-i çıxmaq deməkdir. Altda 1-dən 4-də 1-i çıxanda eləyir mənfi 12-də 1. Buranı 2-yə, buranı 3-ə vuranda 2 çıxılsın 3 mənfi 1 eləyəcək. Yəni A plus B minus C oldu kiçikdir mənfi 12-də 1-dən. Yəni B variantı. 18-ci sual. O da eyni sualdır. Yazım yaxşı. İndi A minus B plus C. Yəni bunu yazıram A plus mənfi B plus C. Birinci C-ni toplayıb da eləyə bilərik. Amma A ilə B-ni yazım yaxşı. B mənfi 2-də 1-dən böyükdürsə, mənfi B müsbət 2-də 1-dən B mənfi 2-də 1-dən kiçiksə, mənfi B müsbət 2-də 1-dən böyükdür olur. İşarə dəyişir. Yazıram indi. A böyükdür 3-də 2-dən, mənfi B böyükdür 2-də 1-dən. Seni də yazıram altından. Böyükdür mənfi 5-də 4-dən. Bu üçünü alt-alta toplayaq. Çünki bərabərlik işarəsi üçündə də eynidir. Birində kiçik, birində böyük olarsa alt-alta toplaya bilmərik. Toplayanda nə alınır? A minus B plus C olur. Bərabərliyin sağ tərəflərini toplayaq. 3-də 2, 2-də 1 və mənfi 5-də 4. İndi bu kəsiri bir dənə toplayaq. Bu kəsirə orta məxrəc olacaq 30. Buranı vurmalıyıq 10-a, buranı vurmalıyıq 15-ə, buranı vurmalıyıq 6-ya. Vuraq. 10 vurulsun 2, 20, plus 15, çıxılsın 24. Bu da eləyəcək 30-da 11. İndi A minus B plus C böyükdür 30-da 11-dən. Yəni D bəndi. Sonra davam edək. 19. 19-da biz birinci təyin eləməliyik ki, A bölünsün B 7-dən böyükdür, yoxsa kiçikdir. Yəni ona görə də bunu təyin edə biləcəyik artıq. Bunun üçün nə edirik? Bizdə A var, bölünsün B. Yəni A vurulsun, 1 bölünsün B şəklində düşünək. Bunun tərsini alaq. Əgər B 6-da 1 ilə 4-də 1 arasında yerləşirsə, tərs çevirsək, burada olur 1 bölünsün B. Burada olacaq 6, burada olacaq D, işarələr avtomatik əksinə dəyişir. Yəni, B-də 1 böyükdür 4-dən, kiçikdir 6-dan. Altından da A böyükdür 2-dən, kiçikdir 3-dən yazsaq və biz bunu tərəf-tərəfə vursaq, burada eləyir A bölünsün B. Burada olacaq 8, burada olacaq 18. Demək ki, A bölünsün B 8-dən böyükdür. 8-dən böyüksə demək ki, bu müsbət eləyir, bura mənfi eləyir.
O zaman moduldan necə çıxartmalıyıq biz bunu? Moduldan çıxaracağıq bu şəkildə. Yazıram buradan. Demək, A bölünsün B minus 7 modulda bərabər olduğu kimi çıxır, çünki müsbətdir. 5 minus A bölünsün B isə moduldan çıxacaq. Bu mənfi olduğuna görə dəyişib yerlərini elə çıxardırıq. Minus 5. İndi biz bunları toplamalıyıq. A bölünsün B minus 7 plus A bölünsün B minus 5. Bu da bərabərdir. 2A bölünsün B minus 12. Yəni B variantı. Sonra gəldik 20. K-nın hansı ən böyük tam qiymətində aralıqların kəsişməsinə daxil olan tam ədədlərin sayı 4-dür. İndi burada nə edirik? Burada mənfi sonsuzluqdan K kvadratı çıxılsın 8K plus 24 1. Bir də 4 müsbət sonsuzluqda 1. İndi belə bir şey göstərək. Bu 4. 4-dən müsbət sonsuzluğa. Aha. Buna bir dənə bir Y deyək də, bilmirik nədir. Tutaq ki, buralarda bir yerdədir, Y-dir. Və mənfi sonsuzluqdan Y-ə qədər də budur. Deyir ki, bu ikisinin kəsişməsində 4 dənə tam ədəd olsun. Yəni olsun 5, 6, 7 və 8 olsun. Demək ki, bu Y maksimum 9 ola bilər. 9-dan böyük olarsa, məsələn, heç 10 deyil, 9-dan 10'da 1 belə olsa, tutaq ki, keçsə bu tərəfə, 9-dan 10'da 1 belə olsa, o zaman tam ədədlərin sayı 5, 6, 7, 8, 9 olur, 5 dənə olmuş olur. Maksimum 9'dur, minimum 8'dir. Yəni, 8 yox, 8-dən daha böyük. Yəni, bu ədəd 8 ilə 9 arasında yerləşən bir ədəd. Tutaq ki, düşünün ki, belə çəkim təzdən, 4 ilə, bura 8'dir, bura da 9'dur. Bu arada yerləşən bir ifadədir, ya da ki, burada. 4 ilə istər bura arasında, məsələn, 8,5 deyək, yenə 4 dənə tam ədəd var. 4 ilə 9 arasında desək də yenə 4 dənə tam ədəd var. Yəni, bizdən də tam qiymət soruşduğuna görə, K-nın hansı ən böyük tam qiymətində dediyinə görə, bir də bu var. Biz elə 9'u götürsək də bəhs edir bizə. Normalda yazmalıyıq bunu, 8-9 arasında yerləşməlidir. Böyükdür 8-dən, kiçik 9-dan. Elə birbaşa 9'a bərabərləsək bəhs edir onsuz da. Bizə tam qiymətləri lazımdır K-nın. Ona görə də K kvadrat çıxılsın 8K plus 24 bərabərdir 9 desək də bəhs edir. Buradan alırıq ki, K kvadratı minus 8K, 9'u keçidir bu tərəfə, plus 15 bərabərdir 0 olmuş olur. Və K1 bərabərdir 3, K2 bərabərdir 5. K-nın ən böyük 5 qiymətində olur. Çünki ən böyük qiymətini istəyir bizdən. Yəni 8-9 arasında yerləşən ilə 9'u götürüb yazırıq ki, ən böyük qiyməti də olsun. 21-ci sual. M 3-dən böyükdür, N 5-dən böyükdür, K 11-dən kiçikdirsə, ifadəsinin ən kiçik tam qiymətini tapın. Tapaq. Yəni, yenə əmsallara vurmaq lazımdır, o qarşısında duran əmsallara. M 3-dən böyükdürsə, 3M böyükdür 9-dan. N 5-dən kiçikdirsə, 5N daha doğrusu böyükdür 25-dən. K 11-dən kiçikdirsə, 2K kiçikdir 22-dən. İndi biz bunları toplamalıyıq alt-alta. Yəni, bir daha yazıram. 3M böyükdür 9-dan, 5N böyükdür 25-dən və arada minus olduğuna görə bunu mənfi 1'ə vursaq, mənfi 2K böyükdür mənfi 22-dən. İndi biz bunu alt-alta toplasaq, alırıq 3M plus 5N minus 2K böyükdür. 9 plus 25 minus 22-dən. İşarələri eyni olmaq şərti ilə bərabərsində, yəni bu böyük kiçik işarəsindən söhbət gedir. Bərabərsləri alt-alta toplaya bilərik. O zaman bizə bura lazımdır. 9, 25, 34, 22 də çıxdıq, yəni 12. 3M plus 5N çıxılsın 2K böyükdür 12-dən. Və bizə nə deyir? Ən kiçik tam qiyməti 13. 22 də 12 də daha yazmıram. 23-də nə deyir? N 3-dən böyük bərabərdir. Yenə burada bir yer açım. M 3-dən böyük bərabərdir. 2N plus M 15'ə bərabərdirsə, M-in mümkün olan qiymətini tapın. Buradan deyirik ki, 2N bərabərdir 15 çıxılsın M-ə. M bərabərdir 15 minus M bölünsün 2. Gətir burada yerinə yazaq. 15 minus M bölünsün 2 böyükdür bərabərdir 3-dən. Hər tərəfi 2'yə vuraq birinci. 2'lər ixtisar gedəcək, qalacaq 15 minus M böyükdür bərabərdir 6-dan. Sonra hər tərəfdən 15 çıxırıq. Burada qalır mənfi M, burada qalır 6 çıxılsın 15. Yəni, mənfi M böyük bərabərdir mənfi 9-dan.
M kiçiklə bərabərdir 9 olmuş olur. Bizdən nə istəyir? M-in mümkün olan ən böyük qiyməti 9. Digər bölmə. Bir dəyişənli xətti bərabərsizliklər, bir dəyişənli xətti bərabərsizliklər sistemi, bərabərsizliklər heyəti. Baxaq indi. Birinci sual. 3x plus 7 bölünsün 2 minus kök 5 kiçikdir 0-dan. Birinci bu kəsirin məxrəzinə bir baxaq. İrrasional ədəddir. Görək bu mənfi ədəddir, yoxsa müsbət ədəddir. 2 çıxılsın kök 5. 2-nin yerinə kök altda 4, çıxılsın kök altda 5 düşünsək, görürük ki, 0-dan kiçik olur. Yəni mənfi olur. İndi kəsirin qiyməti də mənfidir, 0-dan kiçikdir. Hansı ədədi mənfi ədədə bölsək mənfi eləyər? Deyək ki, müsbət ədədir. Demək ki, 3x plus 7 böyükdür 0-dan. Yəni 3x böyükdür mənfi 7-dən, x böyükdür mənfi 7 bölünsün 3-dən. Mənfi 2 tam 3-də 1-dən müsbət sonsuzluğa. İkinci sual. Həll edək, 2 qat bərabərsizlikdir. Birinci, hər tərəfi 2-yə vururuq. Mənfi 3 vurulsun 2, kiçikdir bərabərdir 2 vurulsun, 2-də 4 minus 5x kəsidən qurtulmaqdan ötürü 2-yə vurduq. 2 vurulsun 4. Bu 2-lər ixtisar gedir. Burada qalır mənfi 6. Kiçikdir bərabərdir 4 minus 5x, o da kiçikdir bərabərdir 8-dən. Sonra hər tərəfdən 4 çıxırıq. Burada qalır mənfi 10, kiçikdir bərabərdir mənfi 5x, o da kiçikdir bərabərdir 4. Sonra da mənfi 5-ə vururuq. Mənfi 5-ə vuranda işarələr dəyişir. Bölürük daha doğrusu. Olur mənfi 10-u mənfi 5-ə böldük, müsbət 2. İşarə dəyişir, kiçik, böyükdür bərabərdir. Bunu mənfi 5-ə böldük x, bunu mənfi 5-ə böldük, mənfi 0,8. Artan sırayla yazsaq, kiçikdir x, o da kiçikdir 2 olmuş olur. Yəni D bəndi olacaq. Üçüncü sual. Bu səfər yenə hər tərəfi 3-ə vuraq. 3 vurulsun 2 kiçikdir bərabərdir. 3 vurulsun x bölünsün 3 plus 1. O da kiçikdir bərabərdir 3-dən. Yəni 6 kiçikdir bərabərdir. Vurub açırıq. 3-ü 3-də x-ə vuranda x edir. 3-ü 1-ə vuranda 3 edir. Kiçikdir bərabərdir. Buranı 3-ə vurmadıq. Kiçikdir bərabərdir. O da 9-dan. Hər tərəfdən 3 çıxırıq. Burada qalır 3. Burada qalır x. Burada qalır 6. Yəni 3, 6 arası C bəndi. Sonra növbəti sual. 4-cü sual. Bərabərsizliklər sisteminin ən böyük tam həllini tapın. İndi, sistem var, bir də heyət var. Bərabərsizliklər sistemini həll edəndə tənliklər sistemi kimi düşünmürük. Hər birini ayrı-ayrılıqda həll edirik. Yəni, tənliklər sistemində ortaq həll edirdik. Burada amma ayrı-ayrılıqda həll edirik. 3x minus 8. Birinci bunu həll edeyim, sonra digərini yazarıq. X-lər bir tərəfə, ədədlər digər tərəfə. Mənfi 2x minus 3x böyükdür. Mənfi 8 çıxılsın 12-dən. Yəni, mənfi 5x böyükdür mənfi 20-dən, x mənfi 5-ə bölündə işarə dəyişir, kiçikdir 4-dən. Mənfi sonsuzluqdan 4-ə qədər. Bu 1. Keçdi digərinə. X minus 5-də x minus 4 böyükdür 1-dən. Orta məxrəzi gətirsək bunu, 5-də vururuq x-ə 5x, surəti çıxırıq. Minus, bunu mötərizədə düşünürük ki, işarəmizi qarışdırmayaq. Plus 4 olmuş olur, böyükdür 1-dən. Hər tərəfi 5-ə vururuq. 5-lər ixtisar gedir. Çarpaz vurmaq kimi düşünmürük də, yəni 5-ə vururuq. Çünki çarpaz vuranda qarışdıra bilərik. 5x-dən x çıxdıq, 4x plus 4 böyükdür 5-dən. 4x böyükdür 5-dən 4 çıxırıq 1-dən. X böyükdür 1 bölünsün 4-dən. Bu da 1 bölünsün 4-dən müsbət sonsuzluğa. İndi bunların kəsişməsi lazımdır bizə. Kəsişməni də əslində görünür 4-də 1 ilə 4 arasında. Göstərim yenə də. 4-də 1-dən böyük, yəni 4-də 1-dən müsbət sonsuzluğa bu şəkildə işarələyirik. 4-dən kiçik, mənfi sonsuzluqdan 4-də. Bunu da bu şəkildə işarələsək, kəsişməni görürük, ortaq kökləri. 4-də 1, 4 arası. Ən böyük tam həlli istədiyinə görə o da 3 eləyəcək. 5-ci sual, o da eyni tip sualdır, yazıram yenə də. 6x minus tək-tək yazıram burada. 2-də 9x çıxılsın 3 böyükdür 2-dən. Birinci bunu həll edək, sonra keçərik ikinciyə. Birinci orta məxrəcə gətirirəm. 2-də 2-ni vurduq 6x-ə 12x. Yenə bunu mötərizədə düşünürük. Minus 9x plus 3 böyükdür 2-dən. Hər tərəfi 2-yə vururuq bu səfər. Bu 2-lər ixtisar gedir. 12x-dən 9x çıxdıq. 3x plus 3 böyükdür 4-dən. 3x böyükdür 4-dən 3 çıxırıq 1-dən, x böyükdür 3-də 1-dən. Digər bərabərsizliyimizi yazaq. 2x minus 3 böyükdür 5x minus 18-dən.
demək, yenə x-lər bir tərəfə, ədədlər bir tərəfə. 2x çıxılsın 5x böyükdür mənfi 18 plus 3-dən. Burada olur mənfi 3x, bu da böyükdür mənfi 15-dən. Mənfi 3-ə bölürük hər tərəfi. Burada x qalır, burada 5 qalır. İşarə amma dəyişir, kiçikdir 5. Demək ki, 3-də 1 ilə 5 arası. 3-də 1 və 5. 5-dən kiçik olan hissə, 3-də 1-dən böyük olan hissə. Bunların kesişməsi 3-də 1 ilə 5 arasıdır. Bizdən nə istəyir indi? Ən böyük tam həlli bu səfər 4 olur. Sonra 6-cı, A parametrinin hansı qiymətlərində AX böyükdür 4-dən və X kiçikdir 4 bölünsün A-dan. Biz bu bərabərliyi eyni güclü olar deyir. Bu bərabərliyi həll etməkdən ötürü AX böyükdür 4-dən biz hər tərəfi A-ya bölməliyik. Amma A-nın müsbət yoxsa mənfi olduğunu bilmirik. Onun üçün şərt verməklə həll etməliyik biz bunu. Bir dəfə deyək ki, A müsbət. Deyək ki, A müsbət. Onda biz bunun hər tərəfin A-ya bölünəni alınır. Bərabərliyin işarəsi dəyişmədən X böyük olur 4 bölünsün A-dan. Bu bilsə nədir həlli? 4 kiçikdir A-dan. Görürsünüz, üstə düşmür. Eyni olmur. İkinci şərtimizdə A tutaq ki, 0-dan kiçikdir. O zaman bərabərliyin biz hər tərəfini mənfi ədədə vursaq və ya bölsək, bərabərliyin işarəsinin dəyişdiyini bildiyimiz üçün bu bərabərlikdən söhbət gedir. Bir daha yazım. AX böyükdür 4-dən. Hər tərəfi A-ya böldürəm. Burada X qalır, burada 4 bölünsün A qalır. İşarə əksinə dəyişir. X kiçikdir 4 bölünsün A-dan olmuş olur. Və bununla eyni olur. Nə zaman oldu bu? A-nın işarəsi mənfi olanda. A 0-dan kiçik olanda bu iki bərabərliyin həlli eyni güclü olur. Eyni güclü həlləri eyni deməkdir. 7-ci sual da eyni şeydir, görürsünüz. Bu səfər hər tərəfi A-ya vurmaq lazımdır və ya burada A-ya bölmək lazımdır, fərq eləmir. İndi bunu A-ya vuranda, əgər müsbətdirsə x kiçikdir 6A olmuş olur. Mənfidirsə x böyükdür 6A olmuş olur. Demək, A-nın yenə mənfi halında. Sonra 8-ci sual. Bizə 2 minus kök 5 vurulsun bu ifadə. İndi 2 minus kök 5-in mənfi və ya müsbət olduğuna bir baxaq. 2-nin yerinə kök 4 çıxılsın kök 5 yazsaq, görürük ki, 0-dan kiçikdir. Yəni, bu mənfidir. Mənfini necə bir ədədə vursaq 0-dan böyük olar? Mənfiyə vursaq. 2 müsbət edir, 0-dan böyük olur. Yəni, 7 çıxılsın 2x böyükdür 0-dan. Mənfi 2x böyükdür mənfi 7-dən. Hər tərəfi mənfi 2-yə bölürük. İşarə dəyişir. 7 bölünsün 2-dən. Yəni, 3,5. Mənfi sonsuzluqdan 3,5-ə qədər. 9-da eyni tip sualdır. Keçirəm onu. 10. Y-in hansı natural qiymətlərində 3y plus 5 250-sinin qiyməti 5y minus 250-sinin qiymətindən kiçik deyil. Kiçik deyil o deməkdir ki, ya böyükdür, ya bərabərdir. 5y çıxılsın 2. Y-ləri bir tərəfə atıram. Minus 5y böyükdür, bərabərdir. Mənfi 5 çıxılsın 2-dən. Buradan aldıq ki, mənfi 2y böyükdür, bərabərdir. Mənfi 7-dən. Hər tərəfi mənfi 2-yə bölürük. Burada y, burada 3,5 qalır, amma işarə dəyişir. Mənfi sonsuzdan 3,5-ə qədər. Y-in hansı natural qiymətlərində? 1, 2, 3. Y-in 3,5-dən kiçik olan halında aldığı qiymətlər budur. Sonra 11-ci sual. Eyni qayda ilə y dəyişəninin hansı qiymətlərində ifadəsinin qiyməti 9-dan böyük deyil. 9-dan böyük deyil o demək ki, 9-dan ya kiçikdir, ya da bərabərdir. 3y kiçikdir, bərabərdir. 12-ni keçirir o tərəfə 9 çıxılsın 12 eləyəcək mənfi 3. Kiçikdir, bərabərdir, mənfi 3. Hər tərəfi 3-ə bölürük. Y kiçikdir, bərabərdir, mənfi 1. Mənfi sonsuzluqdan mənfi 1-ə qədər. Mənfi 1-də daxil olmaq şərti ilə. Gəldik indi bərabərçilər heyətinə. Bərabərçilər heyəti ilə bərabərçilər sisteminin fərqi odur ki, bərabərçilər sistemini həll edəndə bərabərçiləri ayrı-ayrılıqda hər birini həll edirik və onların həllərinin kəsişməsini götürürük. Amma heyətin isə yenə hər birini ayrı-ayrılıqda həll edirik, ancaq ən sonda həllər çoxluğunun biz birləşməsini götürürük. Bu heyət bu şəkildə qeyd olunur. İndi həll edirəm bir-bir. 3x böyükdür, 2-ni keçirdiyi o tərəfə 23 çıxılsın 2 elədi 21, x böyükdür 7-dən. 2x 5-i keçirdim sağ tərəfə, kiçikdir 6-dan, x kiçikdir 3-dən. Buradan belə görünür ki, onsuz da 7-dən böyük 3-dən kiçik bir ədəd axtarsaq tapa bilmirik. Yəni kəsişmə yoxdur. Bu o deməkdir ki, bunların kəsişməsi yoxdur bu heç. Heyət olduğuna görə mənfi sonsuzluqdan 3-ə, birinci bunu yazdım, azalan sırayla birləşir. 7-dən müsbət sonsuzluq. Bu həllərin ikisini də götürürük. Bu 7 müsbət sonsuzluq, mənfi sonsuzluq 3-dür.
birləşməsini, ona görə deyirəm, bax, hər birinin həllər çoxluğunu yazıb, sonra da onların birləşməsini götürürük. Sistemdə isə kəsişməsini götürürük. 13 də bunun kimi bir sualdır. 14 də eyni tip suallardır. Yazıram. 13. 5x həll edək birbaşa. 5x böyükdür, bərabərdir 28 plus 2-dən. Yəni 5x böyükdür, bərabərdir 30-dan. Hər tərəfə 5-ə böldük, x böyükdür, bərabərdir 6-dan. Digəri 3x kiçikdir, 4-dən 4-ün üstə 5 gəldik, 9-dan. X kiçikdir 3-dən. Yəni mənfi sonsuzluqdan 3-ə birləşir 6 daxil olmaqla 6-dan müsbət sonsuzluğa. Heyət olduğuna görə həll olacaq bu. 14-cü sualda eyni tip sualdır, yazıram. Birincini yazanda 4x, 3-ü keçirirəm sağ tərəfə. Böyükdür 13 plus 3, yəni 16-dan. Hər tərəfə 4-ə böldük, x kiçikdir, böyükdür 4-dən. 3x plus 2, yəni 3x kiçikdir 2-ni keçirdim sağ tərəfə. 20-dən 2 çıxdıq, 18. Hər tərəfə də 3-ə böldük, x kiçikdir olur 6-dan. Yəni mənfi sonsuzluqdan 6-ya birləşir 4-dən müsbət sonsuzluğa. Bu da oldu 14. Keçdik digər səhifəyə. 15-ci sual. 15, 16, 17 görürsünüz, hamısı bərabərçilər heyətidir. Hətta 18 də elədir. Buradan görünür. Eyni tip suallardır. Birincini yazırıq. 2x 4-ü keçirdik sağ tərəfə. Böyükdür 6 plus 4, yəni 10-dan. X hər tərəfi 2-yə böldük. Böyükdür 5-dən. Sonra bu olur 5 müsbət sonsuzluq. 5x, 2-ni keçirdim digər tərəfə. Kiçikdir 42-dən 2 çıxdıq 40. X kiçikdir 8-dən. 5-dən böyük 8-dən kiçik olsa belə 5-dən böyük 8-dən kiçik. Bax, göstərirəm belə, düşünün. Bura 5-dir, bura 8-dir. 5-dən böyük, 8-dən kiçik. Yenə də kəsişmə götürmürük. Görürsünüz, burada bütün həllər, hamısı var. 5-dən böyük ədədlər, 8-dən böyük, 5-dən kiçik ədədlər, 8-dən böyük ədədlər, 5-dən 8 arasında olan ədədlər, hətta 5, hətta 8, bunların hamısı olduğuna görə bu iki bərabərsizlərin, yəni aralığın kəsişməsi yox, birləşməsi olacaq mənfi sonsuzluqdan müsbət sonsuzluğa, yəni cəvbəndə. Eyni şəkildə 16, altdan yazıram buradan. 6x böyükdür, 1-i keçirik o tərəfə 29 plus 1, yəni 30-dan. X böyükdür, bərabərdir, 36-ya böldük 5-dən. 3x minus 4 kiçikdir, bərabərdir 11-dən. 4-ü keçirik sağ tərəfə, kiçikdir, bərabərdir 4-ün üstünə 11 gəldik 15-dən. X kiçikdir, bərabərdir 5-dən. İkisində də eyni şeydir. X həm 5-dən kiçikdir, həm 5-dən böyükdür. Və 5-in özü də daxil olduğuna görə mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şey. Əcə doxunda da belə görünür. 5 daxil olmaqla 5-dən kiçik ədədlər, 5-dən böyük ədədlər, burada 5-dən böyükdür, burada 5-dən kiçikdir. Və 5-in özü də daxil olduğuna görə mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şey yazırıq. Ondan sonra 17, 18, hətta 19, 20 də görürsünüz heyətdir. 17-ci sual. 7x çıxılsın 2 böyükdür, bərabərdir 12-dən. 7x böyükdür, bərabərdir 2-ni keçdik sağ tərəfə 14-dən. X böyükdür, bərabərdir 2-dən. Bu 1. 4x minus 3 kiçikdir, bərabərdir 5-dən. Yəni 4x kiçikdir, bərabərdir 8-dən. X kiçikdir, bərabərdir 2-dən. Görürsünüz, yenə eyni şey alındı. 2-dən böyük bərabər, 2-dən kiçik bərabər. Mənfi sonsuz, müsbət sonsuzluq hamısı olur. O birisini yazıram. 18. 2x böyükdür, bərabərdir 5-in üstünə 3 gəldik 8-dən. X böyükdür, bərabərdir 2-yə böldük 4-dən. 5x minus 2 kiçikdir 18-dən, yəni kiçikdir 18-in üstünə 2 gəldik 20-dən. X kiçikdir 25-ə böldük 4-dən. Görürsünüz, bu səfər 1, 4-dən böyük, 4 daxil olmaqla hamısı, bir də 4-dən kiçik olanların hamısı. Birləşmə olduğuna görə onsuz da 4, 100%, hər hansı birində varsa götürürük onsuz da. Yenə olacaq mənfi sonsuzluqdan müsbət sonsuzluğa. 19 eyni şəkildə 20, hətta 21 də var. Görürsünüz? Yazıram. 19 3x böyükdür 3x 2-ni keçirdik sağ tərəfə. Böyükdür, bərabərdir 18-dən. X böyükdür, bərabərdir 18-i 3-ə böldük 6-dan. 4x kiçikdir 25-dən 1 çıxdıq 24. X kiçikdir 6-dan. Yenə eyni qayda ilə 6 daxil olmaqla 6-nın sağı da solu da hər ikisi daxil olduğuna görə mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şey olmuş olur. 20-ci sual.
2x 4'ü keçirdik sağ tərəfə. 18-dən 4 çıxdıq. 14. X böyükdür 7-dən. 5x kiçikdir 33-ün üstünə 2 gəldik 35-dən. X kiçikdir 7-dən. Burada amma görürsünüz bir dənə 7 daxil deyil. Yəni bura mənfi sonsuzluqdan 7-yə qədər budur. Müsbət 7-dən müsbət sonsuza qədər də budur. Mənfi sonsuzluqdan 7. Yəni bir dənə 7-dən başqa hamısı. Bu da var, bu da var. Bir dənə 7 yoxdur. Birləşir 7-dən müsbət sonsuzluq. Hər hansı birində olsaydı bərabərlik götürərdik. 21-ci sualda baxaq. 3x 2-ni keçdik o tərəfə böyükdür 24-dən. X böyükdür 8-dən. Sonra 4x 3-ü keçirik sağ tərəfə kiçikdir 32-dən. X kiçikdir 8. Yenə eyni qayda ilə görürsünüz 8-dən başqa hamısı. 8-in solu da sağı da var amma 8 yoxdur. Onda olur mənfi sonsuzluqdan 8-ə birləşir 8-dən müsbət sonsuzluğa. Yəni A bəndə. Digər sual 22. İndi pi kök altda 19-dan müqayisə edirik. Pi təqribən götürülür 3,14 və bəzən pi-ni belə də götürülür. Pi təxminən kök altda 10 kimi də götürülür. İndi kök 10 çıxılsın kök 19 mənfi olduğuna görə kəsirin məxrəci deyirik ki, mənfidir. Və bu kəsirin və sabit ədəddə bu. Elə təsəvvür ki, hər tərəfi mənfiyə vururuq da. Yəni belə də düşünə bilərik mənfiyə vurmaqla. İndi mən belə deyirəm bunu. Mənfidirsə, hansı ədədə mənfiyə böləndə müsbət edir? Mənfini. Demək ki, x çıxılsın 1,4 böyükdür bərabərdir 0-dan. X böyükdür bərabərdir 1,4. Bizə nə deyir? Hansı ən böyük, üzr istəyirəm, kiçikdir yazmalıydıq. Mənfidir yaxı. X minus 1,4 kiçikdir bərabərdir 0-dan. X kiçikdir bərabərdir 1,4-dən. Deyir ki, hansı ən böyük mənfi tam həllini tapın. 1,4-dən kiçik olan mənfi ədədlərin içərisində ən böyüyü mənfi 1-dir. 23 də eyni tip sualdır. Yenə pi kök altda 10 deməkdir. Məxrəc edir mənfi. Surət eləməlidir mənfi. X minus 1,5 kiçikdir bərabərdir 0-dan. X kiçikdir bərabərdir 1,5-dən. Ən kiçik mənfi ədəd mənfi 1 olacaq. Sonra digər sual 24. Eyni qayda ilə 3 minus kök 11. 3-ün yerinə kök 9 çıxılsın. Buna da kök 11 yazsaq görürük ki, mənfidir. O zaman bura mənfidirsə, nisbətin müsbət olması üçün bu da mənfi olmalıdır. Yəni 2 minus x kiçikdir 0-dan, x mənfi x kiçikdir mənfi 2-dən, x böyükdür 2-dən olmuş olur. 2 müsbət sonsuzluq. İndi sistem 25, buradan yuxarıdan yazıram. 25. Ayrı-ayrı da yazırıq, sonra da kəsişməsini götürərik. 2x minus 2-də 3x minus 1 böyükdür 3-də 2-də. Birinci ortaq məxrəcə gətirirəm. 2-də 2-ni burada 2x-ə 4x minus bunu mötərizədə düşünək. 3x plus 1 böyükdür 3-də 2-dən. Çarpaz vurmuruq. Hər tərəfi 2 ilə 3-ün əköbü olan 6-ya vururuq. 6 ilə 2 ixtisar gedir 3. Burada da 6 ilə 3 ixtisar gedir 2. Nə qaldı yazaq? 3 vurulsun. 4x-dən 3x çıxdıq. X plus 1 böyükdür. 2-ni də 2-yə vurduq 4-dən. Yəni 3x plus 1 böyük 3 böyükdür 4-dən. 3x böyükdür 4 çıxılsın 3 1-dən. X böyükdür 3-də 1-dən. 3-də 1-dən müsbət sonsuzluğa. Bu birincisi. Hələ bir də ikincisi var bunun. 2x 8x-i gətirirəm yanına. Minus 8x böyük kiçikdir. Mənfi 5 plus 2-dən. Mənfi 6x kiçikdir mənfi 3-dən. Hər tərəfi mənfi 6-ya bölürük. X olur, bu da böyükdür olur, bu da olur 2-də 1-dən. 2-də 1-dən böyük, 3-də 1-dən böyük. Ümumiyyətlə, yadda saxlayın, əgər sistemdə x tutaq ki, hansısa 2 ədəddən ikisindən də böyükdür verilirsə, məsələn, buradakı kimi. Biz burada ən böyüyü götürürük. Çünki böyükdən böyük olan olsa kiçikdən kiçik böyükdür. Yəni, məsələn, tutaq ki, x böyük 3-dən, x böyükdür 6-dan. Biz bunu götürürük burada. Niyə? Çünki altdan böyük olan 3-dən böyükdür. Amma 3-dən böyük olan altdan böyük olmaya bilər. 3-dən böyük məsələn 4, amma altdan böyük deyil. Amma altdan böyük olan istənilən bir ədədi götürsək, 3-dən onsuz da böyükdür. Ona görə bu bərabərsizliyin həlli olur, 6 müsbət olur. Amma indi bura baxırıq, əsli budur. 2-də 1 ilə 3-də 1 müqayisə elədik, 2-də 1 daha böyük olduğuna görə 2-də 1-dən müsbət sonsuzluq. Bizə nə deyir? Ən kiçik tam həlli 1. Sonra 26, yazaq 26-nı.
3 minus x bölünsün 4 böyükdür x-dən. İndi birinci bunu həll edik. Hər tərəfi 4-ə vurmadan əvvəl birinci gəlin bu otomatik gətirim. 4-də 12 çıxılsın x böyükdür x-dən. 4-ə vuraq indi. 4-lər ixtisar getdi. 12 minus x böyükdür 4x-dən. İndi mənfi x çıxılsın 4x böyükdür. 12-ni keçdim bu tərəfə mənfi 12-dən. Mənfi 5x böyükdür mənfi 12-dən. Mənfi 5-ə bölürük. X kiçikdir 12 bölünsün 5-dən. Yəni 2,4. İkincisi, x minus 5-də x minus 4 böyükdür 1-dən. Orta məxrəcə gətiririk. 5-də 5x, bunu yenə dediyim kimi mötərizədə yazırıq həmişə. Minus x plus 4 böyükdür 1-dən. İndi 5-ə vururuq hər tərəfi. Bu 5-lər ixtisar getdi. 5x-dən x çıxdıq. 4x plus 4 böyükdür 5 olmuş olur. 4x böyükdür 1-dən. X böyükdür. Hər tərəfi 4-ə bölürük. 4-də 1-dən. İndi 4-də 1-dən böyük, 5-də 12-dən kiçik. Bizə nə deyir? Ən böyük tam həllini tapın. 4-də 1 ilə 5-də 12, buna da 2,4 deyək. Bu arada yerləşən ən böyük tam ədəd 2-dir. Sonra 27. Yazıram 27-ni. Birinci tən bərabərsizlik. 3x vurulsun, x minus 2 minus x vurulsun, 3x minus 1, kiçikdir 8x. Birinci bunu həll eləyək, sonra keçərik ikinciyə. Vurub açırıq mötərizəni. 3x kvadratı minus 6x minus 3x kvadratı plus x kiçikdir 8x. Bunlar islah oldu. İndi mənfi 6x üstə gələk x elədi, mənfi 5x. 8x-i də keçirəm bu tərəfə. Minus 8x kiçikdir 0-dan. Və aldıq ki, mənfi 13x kiçikdir 0-dan. Hər tərəfi mənfi 13-ə bölsək, x böyük olur 0-dan. Oldu belə. Keçək digərinə. 1,5x minus 4,8 kiçikdir 1,1x minus 1,2. Bunu gəlin birinci kəsirdən qurtaraq. Hər tərəfi 10-a vururam birinci. Burada eləyir 15x minus 48 kiçikdir 11x minus 12-dən. İndi x-lər bir tərəfə, ədədlər bir tərəfə keçirək. 15x minus 11x kiçikdir 48 çıxılsın 12-dən. 4x kiçikdir 48-dən 12 çıxanda 36, x kiçikdir 9-dan. İndi 0-dan böyük, 9-dan kiçik. 0 və 9 arası. Bu hissəyə düşəcək. 0-dan 9-a qədər. Bizdən nə istəyir indi burada? Bərabərsin tam həlləri cəmi. Yəni 1 plus 2 plus 3 plus 4, 5, 6, 7 və 8-i bizdən istəyir. İndi 6, 10, 15, 21, 28, 36. 9 yoxdur da artıq burada. 36. 9 da olsaydı 9 da olsaydı deyərdik ki 45-dir. 28 də eyni tip sualdır da bunu özünüz yazın. 29 bərabərsizliyin ən kiçik tam həllini tapın bir. Tapaq. Yazıram buradan. X plus 5 bölünsün 3 minus 2'də x kiçikdir 4 plus x plus 3 bölünsün 3. Rahat olsun deyə gəlin, bax bu bərabərsizliyin hər tərəfini vururam 6-ya. Yəni 3 ilə 2-nin əkobuna. Vurub açaq mötərizəni. 6 vurulsun 3-də x plus 5 minus 6 vurulsun 2-də x kiçikdir. 6 vurulsun 4 plus 6 vurulsun 3-də x plus 3. 6 ilə 3 ixtisarladı 2. Vuraq indi bu x plus 5-ə 2x plus 10. 6 ilə 2-ni ixtisarladı 3. Vurduq x-ə minus 3x kiçikdir. Bu da 24. 6 ilə 3 ixtisarladı 2. Vururuq bunu x plus 3-ə plus 2x plus 6. İndi x-ləri bir tərəfə, ədədləri digər tərəfə. 2x çıxılsın 3x mənfi x. Bu 2x-i də keçirik yanına minus 2x kiçikdir. 24 ilə 6 30. Onu da keçirik yanına minus 10. Mənfi 3x kiçikdir 20-dən. Hər tərəfi bölürük mənfi 3-ə. X işarə dəyişir, böyükdür mənfi 20 bölünsün 3-dən. Deyir ki, ən kiçik tam həllini tapın. İndi mənfi 20 bölünsün 3, mənfi 6 tam 3-də 2 deməkdir. Və x bundan böyükdür. Belə düşünək. Bura mənfi 6-dır. Artıq get-gedə böyüyür. Bu da mənfi 6 tam 3-də 2-dirsə, mənfi 6-nı burada götürək. Bura mənfi 6 tam 3-də 2-dir. Bu deyil. Mənfi 6 tam 3-də 2 və müsbət sonsuzluq. Bu hissədə olanda burada mənfi 7 yazaq. Görürsünüz?
buradan başlayırsa, burada ən kiçik tam ədəd mənfi 6-dır. Yəni cavab C-bəndi. 30. M-in hansı qiymətində m plus 5 vurulsun x m kvadratı minus 25-dən böyük olan bərabərsliyin həlli ilə digər bərabərslik var. Yəni, x kiçikdir m minus 5. O bərabərsliyin həlli eyni güclüdür. Yəni, həlləri eynidir. Eyni güclü o deməkdir. M plus 5 vurulsun x böyükdür m kvadratı çıxılsın 25. Və x kiçikdir m minus 5-dən. Bunların həllərinin eyni olması üçün. İndi, birinci yeni şərt verirəm. Deyirəm ki, m plus 5 əgər müsbətdirsə, hər tərəfi m plus 5-ə bölsəm, burada qalır x. Burada da qalır, bunu m kvadratı yox, m minus 5, m plus 5 olaraq düşünürsəm, m plus 5-ə bölürəmsə, ixtisar gedir, qalır x böyükdür, m minus 5. Bundan eyni olmalı. Bir də deyirəm ki, m plus 5 mənfi olarsa, o zaman bunu m plus 5-ə böləndə x qalır, işarə əksinə dəyişir. Bu səfər yenə m minus 5, m plus 5 yazsaq, m plus 5-lər ixtisar gedir, qalır x kiçikdir m minus 5-dən. Bundan bu artıq eyni güclü oldu. Bu nə deməkdir? M plus 5-in mənfi olan halında. M plus 5 sıfırdan kiçikdirsə, m mənfi 5-dən kiçikdir. Mənfi sonsuzluqdan mənfi 5-ə qədər. Yəbəndi. 31. Məsələ tipli bir sualdır. Deyir ki, iki müəllim şagirdlərə kitab bəxşiş etmək istəyir. Bütün şagirdlər üçün birincinin 24 kitabı, ikincinin isə bir kitabı çatmır. Tutaq ki, şagirdlərin sayına deyək ki, x sayda şagirdimiz var, bilmirik nə qədərdir. Şagird sayına deyirik ki, x-dir. İndi birinci müəllimin 24 kitabı çatmırsa, müəllimin nə qədər kitabı var? Şagirdlərin sayından 24 əksik. X çıxılsın 24. İkinci müəllimin bir kitabı çatmırsa, x çıxılsın bir kitabı da bunun var. Və bunların ikisinin bir yerdə, yəni x minus 24 ilə x minus 1-i toplasaq, yenə şagirdlərə vermək üçün kitabları çatmır. Bu da kiçikdir yenə x-dən. Şagirdlərin sayından kiçikdir bunların hamısının bir yerdə kitablarının sayı. Bu o deməkdir. İndi burada qalır 2x, x-i də keçirəm bu tərəfə. 2x çıxılsın x minus 25 kiçikdir 0-dan. X 25 keçirsə kiçikdir 25-dən. Aha. 25-dən kiçikdir. Demək ki, biz şagirdimizin sayını 24 götürməliyik ki, x minus 24 olsun da müəllimin kitabının sayı. Yəni, 24-dən kiçik götürsəm, 23 çıxılsın 24, mənfi eləyəcək, mənfi sayda kitab yoxdur. Demək ki, birinci müəllimin ümumiyyətlə heç kitabı yoxdur. İkinci müəllimin də cəmi 23 kitabı var. İkinci müəllimin bir kitabı çatmır, birinci müəllimin 24 kitabı çatmır. İkisinin bir yerdə yenə 23 kitabı var, yenə də uşaqlara verməkdən ötürü kitabları çatmır. Bax, bu deməkdir bu. Demək ki, şagirdlərimizin sayı 24 nəfər imiş. 32. Buradan x minus 0,2-nin kvadratı var, burada da x minus 0,2 var. Mötərizə xaricinə çıxartsam, buradan yazıram. X minus 0,2. Əslində çıxartmayayım, açım mötərizəni. Mötərizəni açaq. Burada yazım sualı. Minus, bu eləyirmi? X kvadratı çıxılsın 0,2-nin kvadratı 0,4. Böyükdür 0,4. Açaq mötərizəni. Burada qalır x kvadratı çıxılsın bunların hansının 2 misli 0,4x plus bunun kvadratı 0,4. Minus x kvadratı plus 0,4 böyükdür 0,4-dən. X kvadratları islah oldu. Qaldı burada mənfi 0,4x. 2 dənə 0,4 var, eləyir 0,8. Keçirəndə o tərəfə 0,4 çıxılsın 0,8 olmuş olur. Buradan davam edirəm. Mənfi 0,4x böyükdür mənfi 0,4-dən. Gəlin belə eləyək. Hər tərəfi 100-ə vuraq birinci. Yəni, bölmək görə deyirəm ki, rahat görəsiniz deyə. 100-ə vuranda burada eləyəcək 40x mənfi. Böyükdür mənfi 4-dən. İndi hər tərəfi mənfi 40-a bölək. X kiçikdir 4 bölünsün 40-dan. Yəni, x kiçikdir 10/1-dən. Bizdən nə istəyir? Həllini istəyir. Mənfi sonsuzluqdan mənfi 10/1-ə qədər. 33 də onun kimidir. Yazsaq nə olacaq? Mötərizəni açaq. X kvadratı plus 6x plus 9 minus, vurub açaq onu. X kvadratı birinci mötərizədə yazım. Plus 3x minus 2x minus 6 böyükdür 10-dan. Açıram mötərizəni.
plus 6x plus 9 minus x kvadratı. Bu plus x eləyir. Qabaqda mənfi var deyə minus x plus 6. Onu da keçirəm, qalsın hələ ki orada. Böyükdür ondan. X kvadratları islah oldu. 6x-dən x çıxdıq 5x. 9-dan 6, 15 keçirdik digər tərəfə, 10 çıxılsın 15. Yəni, 5x böyükdür mənfi 5-dən. Hər tərəfə 5-ə böləndə x böyükdür mənfi 1-dən. Mənfi 1-dən müsbət sonsuzluğa. 34-cü suala baxırıq. Demək, bizə veribdir. 3x minus 1 bölünsün 3 kök 2 minus 6 böyükdür 2 kök 2 plus 4-dən. İndi biz hər tərəfi bu kəsirin məxrəzinə vurmalıyıq. Birinci aydınlaşdırmalıyıq ki, görək bu kəsirin məxrəci mənfi ədəddir, yoxsa müsbət ədəddir. Birinci ona baxmalıyıq. Onun üçün də bir araşdırma aparaq burada. 3 kök 2 minus 6 bərabərdir. 3-ü kvadratda yüksəldib salırıq kökün altına. Edir kök altda 18. Minus bunu da kökün altına salırıq kök altda 36. Gördük ki, bu mənfi ədəddir. Kiçikdir sıfırdan. O zaman biz kəsirin hər tərəfini bu ədədə vuranda bərabərliyin işarəsi əksinə dəyişəcək. Burada ixtisar gedəcək. Qalacaq 3x minus 1 kiçikdir. Digər tərəfdən 3 kök 2 minus 6-nı yazdıq. Digəri də qalır yerinə. 2 kök 2 plus 4 də burada. İndi 3x minus 1 kiçikdir. Buradan 3-ü çıxardıram mötərizə xaricinə. Kök 2 minus 2 qalır. Buradan 2-ni çıxardıram mötərizə xaricinə. Kök 2 plus 2 qalır. İndi 3x minus 1 kiçikdir. 3-ü 2-yə vurduq 6. Kök 2 minus 2-ni kök 2 plus 2-yə vuranda kök 2-nin kvadratı 2 minus 2-nin kvadratı 4. Bu da bu formada olur. 3x minus 1 kiçikdir. 2-dən 4 çıxdıq. Mənfi 2, 6-ya vurduq. Mənfi 12. 3x mənfi 1-i keçirik sağ tərəfə. Kiçikdir. Mənfi 11-dən bura plus eləyəcək. Ona görə x kiçikdir. Hər tərəfdən 3-ə bölürük. Mənfi 11 bölünsün 3-dən. Yəni mənfi sonsuzluqdan mənfi 3-də 11-ə qədər. Digər sual da eyni tip sualdır. 2x minus 3. Buradan araşdırmaq lazımdır. Yazım yaxşı. Bunu da yazım. Yenə 4 kök 6 minus 10-u araşdırırıq. Görək, mənfidir yoxsa müsbətdir. 4-ü kvadratda yüksəldi 116, salırıq kökün altına. 16 vurulsun 6, 96 eləyəcək. Minus bu da kök altda 100 deməkdir. Yenə görürsünüz, sıfırdan kiçikdir. Yəni bu mənfi olur. Mənfidirsə hər tərəfi yenə buna vursaq, burada ixtisar gedəcək, bu qalacaq 2x minus 3 və işarə dəyişəcək kiçikdir. Həmin bu 4 kök 6 minus 10 vurulsun 5 plus 2 kök 6. İndi 4 burada yanlış oldu. 4 burada mötərizə içərisindədir. Aha. 4 kök 6 minus 10. Yenə 2x minus 3 kiçikdir. Buradan 2-ni çıxardırıq mötərizə xaricinə. 2 kök 6 minus 5 qalır. Buradan da bunun yerini dəyişək. Toplamların yerini dəyişsək. Cəm dəyişmədiyinə görə belə yazırıq. 2x minus 3 kiçikdir. 2 vurulsun. İndi 2 kök 6 minus 5 ilə 2 kök 6 plus 5-in hasili a minus b, a plus b düsturuna görə, mutasavva düsturuna görə kvadratları fərq edir. 2 kök 6-nın kvadratı 4 vurulsun 6, 24, çıxılsın 5-in kvadratı 25. Yəni 2x minus 3 kiçikdir. Mənfi 1 edir, 2-yə də vurduq, mənfi 2-dən. 2x kiçikdir, 3-ü keçirik sağ tərəfə, 3 çıxılsın 2 eləyəcək 1-dən. X kiçikdir, 2-də 1-dən. Mənfi sonsuzluqdan 2-də 1-ə qədər. Sonra 36-cı suala keçdik. 36-da deyir ki, A-nın hansı qiymətində tənliklər sisteminin x-y həlli üçün x də y-də müsbət olmalıdır. Hətta x sıfırdan böyükdür, y sıfırdan böyük bərabərdir. İndi biz bu tənlimizin həllini, yəni x-i və y-i A-dan asılı köklərini tapaq. Həllini edib, yəni həll edib, A-dan asılı köklərini tapaq. Nə edə bilərik? Birinci alt-alta çıxırıq. Çıxsaq nə olur? Altından yazıram buradan. X-dən 3x çıxdıq, mənfi 2x, y-lər islah oldu, qaldı a minus 6. X bərabərdir, a minus 6 bölünsün mənfi 2 və ya bunu belə eləyək, 6 minusa bölünsün müsbət 2. Hər tərəfi mənfi 1-ə vurduq. Bu oldu x-in qiyməti. İndi y-i tapaq. Y-i də gətirib burada əvəz eləyək. 6 minus a bölünsün 2 plus y bərabərdir a-ya. Yəni y bərabərdir a minus 2-də 6 minus a. Bu da bərabərdir 2-də 2a minus, bunu mötərizədə düşünürük. 6 plus a. Yəni y bərabər olur bu səfər. 3a minus 6 bölünsün 2. İndi şartımız nədir? Y
Böyük bərabərdir 0, x böyükdür 0. X'imiz nə idi? 6 minus a bölünsün 2 böyükdür 0-dan. Hər tərəfi 2-yə vurduq, qaldı 6 minus a böyükdür 0-dan və a kiçik olur 6-dan. Bu 1. Digərinə baxırıq. Y böyük bərabərdir 0-dan. Yəni 3a minus 6 bölünsün 2 böyük bərabərdir 0-dan. 2-yə vurduq hər tərəfi. 3a minus 6 böyük bərabərdir 0 olur. 3a böyük bərabərdir 6 olur. A böyükdür bərabərdir 2 olur. Demək 2 6 arası. A böyükdür bərabərdir 2-dən, kiçikdir 6-dan. Bax, bərabərçimizin həlli bu olur. Yəni, sualımızın həlli bu olur. 2-dən böyük bərabər 6-dan kiçik. 37 eyni tip sualdır da onu yazmıram. 38. 37-ni özünüz yazarsınız. Bu səfər x böyük bərabərdir 0 olur. Y böyükdür 0 olur. 38-i amma yazaq. 38 biraz fərqli sualdır. Deyir ki, ax çıxılsın 2 böyük bərabərdir 0, 8x minus a kiçikdir bərabərdir 0. Bərabərsizliyinin a-nın hansı qiymətlərində həlli var? Həll edirik. Sistemi necə həll edirik? Hər bir bərabərsizliyi ayrı-ayrı həll edib kəsişməsini götürürük. İndi ayrı-ayrı həll edirik. ax minus 2 böyükdür bərabərdir 0-dan, ax böyükdür bərabərdir 2-dən. İndi hər tərəfi biz a-ya bölməliyik. Hər tərəfi a-ya böləndə, burada qalır x, burada qalır 2 bölünsün a. Amma a-nın müsbət mi, mənfi mi olduğunu bilmədiyimiz üçün işarəni qoya bilmirik. Bunun üçün özümüzdən şərt veririk. Deyirik ki, əgər a müsbət olarsa, o zaman bunun hər tərəfin a-ya böləndə x böyükdür bərabər olur 2 bölünsün a-dan. Bu bərabərsizliyin həlli oldu bu. İkincisinin 8x minus a kiçikdir bərabərdir 0 olanda 8x kiçikdir bərabərdir a. İndi 8-ə bölürük. X kiçikdir bərabərdir a bölünsün 8. Yəni, bunu da yanına yazıram. X böyükdür bərabərdir 2 bölünsün a. Bax, bunların kəsişməsi lazımdır bizə. Birin x verilən məhsul hansısa bir ədəddən böyük, hansısa birindən kiçikdirsə, burada 100% kəsişmə axtarmalıyıq. Çünki elə ola bilər ki, kəsişmə olar, ola bilər ki, kəsişmə olmaz. Yəni, demək istədiyim nədir? Məsələn, tutaq ki, x kiçikdir 6-dan, özümdən bir qiymət götürürəm. X böyükdür bərabərdir 2 desək, burada bir kəsişmə var. 2-6 arası olur. Olur belə. 2 kiçikdir bərabərdir, x kiçikdir bərabərdir 6. Həlli olur. Amma ola bilər belə bir şey. X tutaq ki, böyükdür 6-dan, kiçikdir 2-dən. Bərabərlikdə olsunlar. 6-dan böyük, 2-dən kiçik bir ədəd yoxdur. Ona görə olur x daxildir boş çoxluq. Ona görə biz bunun biri böyük, biri kiçik olanda 100% kəsişmə araşdırmaq lazım. Amma hər ikisi böyükdür və ya hər ikisi kiçikdir olarsa, kəsişdirmə araşdırmaya ehtiyac yoxdur. 100% bir kəsişmə olur. Amma biri böyük, biri kiçik olanda olmaya bilər. Ona görə araşdırırıq. İndi bunu araşdırırıq. Bir daha yazıram. X kiçikdir bərabərdir a bölünsün 8, x böyükdür bərabərdir 2 bölünsün a. X bundan böyük, bundan kiçikdirsə, yəni bu şəkildə 2 qat bərabərsizlik formasında yazsaq, 2 bölünsün a-dan böyükdür, a bölünsün 8-dən kiçikdir. X ilə çıxardaq aradan. Bunlar ikisi analoji olaraq kiçikdir bərabərdir a bölünsün, burada 2 bölünsün a-dır, burada a bölünsün 8-dir. Keçirik sağdan sola. 2 bölünsün a minus a bölünsün 8 kiçikdir bərabərdir 0-dan. Orta məxrəzi gətiririk. 8a-da burada olur 16 minus a kvadratı kiçikdir bərabərdir 0-dan. Rasional bərabərsizlik oldu artıq bu. Rasional bərabərsizlik yazırıq bu şəkildə. Kəsir bərabərsizlik yəni. Kəsirin sürət və məxrəzini bir-birinə böləndə, burada mənfidir deyə, mənfi alınırsa vuranda da mənfi edirik. O məntiqlə vurmaya çeviririk. Deyirik 16 minus a kvadratı kiçikdir bərabərdir 0-dan. Və burada bir dənə intervallar metodu ilə bərabərsizlik alınır. Buradan yazıram indi onu bir daha. 8a, 4 minus a, 4 plus a kiçikdir bərabərdir 0-dan. A bərabərdir 0, hər birini 0-a çevirən qiymətlərini axtarırıq. A bərabərdir 4, a bərabərdir mənfi 4. A məxrəzdə olduğuna görə, məxrəzə 0 yazsaq, yəni a-nın yerinə 0 yazsaq, məxrəz 0 edir, mənası olmadığına görə bunu deyirik ki, ola bilməz. İndi, ədəd bloğunda hər birini qeyd edirik. Mənfi 4, 0 daxil deyil, müsbət 4. İntervallarımızı da çəkirik. Və indi bu aradakı plus minusları necə təyin edirik? Ən böyük kökümüz 4. 4-dən böyük qiymət götürdük 5. Gətirib bu bərabərsizliyi yerinə yazıb yoxlayırıq. Görək mənfi edir, yoxsa müsbət edir. 5 yazanda bura müsbət, bu mənfi, bu müsbət. 2 müsbəti mənfi buranda mənfi edəcək. Sonra da ardıcıl düzürük. Müsbət, mənfi, müsbət. İndi bizə lazım kiçik bərabərdir 0. Kiçik bərabərdir 0 olan yeri bir buradır, yəni mənfi yeri, bir də buradır. Yəni, 1 mənfi 4-dən 0-a qədər birləşir
müsbət 4-dən müsbət sonsuza qədər. İndi bizim şərtimiz var idi. Başda bir dənə şərt vermişdik. A böyük olmalıdır 0-dan. Bu şərtə görə bu mənfi qiymətlər ödəmir. Demək ki, A-nın yalnız 4-dən böyük qiymətlərində bu bərabərsizliyin həlli var. Bu birinci şərtimiz. İndi bir də bunun ikinci şərti var. İkinci hissəsi də var. İkinci şərtimiz A-nın mənfi olan halına baxacaq. Onu da burada yazıram. İndi deyirik ki, ikinci şərtimiz A tutaq ki, mənfidirsə. Bu bərabərsizliyi, bax buna görə, indi mənfiyə görə yazırıq. AX böyükdür bərabərdir 2. Mənfi olanda işarə dəyişir. X kiçikdir bərabərdir 2 bölünsün A. Digərini də, bunu da yazırıq yanına. 8x kiçikdir bərabər A olanda x kiçikdir bərabər olur. A bölünsün 8. Burada gördük ki, ikisi də kiçikdir. İkisi də kiçikdirsə, burada 100% həlli var. Burada dedik ki, biri böyük, biri kiçik olanda həlli olmaya bilər. Ona görə onu araşdırdıq və onu da tapdıq ki, burada həlli var, burada həlli yoxdur. Amma burada həmişə həll var. Həmişə həlli varsa, A-nın 0-dan kiçik olan, mənfi sonsuzdan 0-a qədər bütün qiymətlərində bu bərabərsizliyin həlli var. Bizdən bərabərsizliyimizin həllini istəmir. Sadəcə istəyir ki, A-nın hansı qiymətində həlli var, onu təyin edək. Onu təyin elədik. A-nın 0-dan kiçik olan bütün qiymətlərində həlli var və müsbət halında da 4-dən böyük qiymətlərində həlli var. Birləşəcək 4 müsbət sonsuzluq. Bax, bu sualın cavabı budur. A-nın mənfi qiymətlərində, müsbət qiymətlərində də 4-dən böyük qiymətlərində həlli var bu bərabərsizliyin. Yəni, x bir qiymət ala bilər. Əks halda qiymət almır. Yəni, 0-4 arasında bir qiymət yazsaq, bərabərsizliyin həlli olmayacaq. Sonra 39-cu suala keçirik. 39. Sistemin ən böyük tam həllini tapaq. 2x böyükdür 10, 2 minus x böyükdür mənfi 18. Bu bərabərsizliyi həll edək. Hər tərəfi 2-yə bölürük, x böyükdür 5-dən. Burada da nə edirik? Mənfi x böyükdür, mənfi 18 çıxılsın 2-dən. Yəni, x böyükdür 5-dən, mənfi x böyükdür mənfi 20-dən. X böyükdür 5-dən, mənfi 1-ə bölürük, x kiçikdir 20-dən. Yəni, nə olur? 5 ilə 20 arasında. 5-dən 20-yə qədər. Bizdən də ən böyük tam həlli 19 olacaq. Ondan sonra 40. Bərabərsizlər sisteminin yeganə həlli var. Sizə bir dənə belə bir nümunə göstərim. Tutaq ki, x böyükdür bərabərdir 5-dən, x kiçikdir bərabərdir 5-dən. Bir belə ola bilər. X böyükdür bərabərdir 5-dən, x kiçikdir bərabərdir 6-dan. Belə ola bilər. X böyükdür bərabərdir 7-dən, x kiçikdir bərabərdir 5-dən. Belə ola bilər. Bu halların üçünə də bir baxaq. Yəni, hər ikisi bir-birinə bərabərdir. Biri kiçik, biri böyükdür, biri böyük, biri kiçikdir. Belə olanda x 5-dən böyük olacaq, x 5-dən kiçik olacaq. Bərabərlik də olduğuna görə burada yalnız x-in 5 qiyməti ödəyir. Burada 5-dən böyük də 6-dan kiçikdir. 5-6 arasında sonsuz sayda ədəd var. Burada isə 7-dən böyük 5-dən kiçik belə bir ədədimiz yoxdur. Ona görə də bir həllinin olması üçün, yeganə həllinin olması üçün bunlar bir-birinə bərabər olmalıdır. Yəni, a kvadratı plus 14 bərabərdir 8a plus 2-yə. Yəni, a kvadratı minus 8a 2-ni də keçirik bu tərəfə plus 12 bərabərdir 0. A bərabərdir 2, A bərabərdir 6. Hansı ən böyük qiymətində? 6 qiymətində. Eyni şey buna aiddir. Bir-birinə bərabərləşdirib həll edəcəksiniz. 42. Aha, deyir ki, gəl açın buradan. Bərabərsizliyin ən kiçik tam həlli 9 olarsa, A parametrini ala biləcək tam qiymətlərin cəmini tapın. Birinci bu bərabərsizliyi bir həll eləyək. Yəni, A minus 5, x minus 8 böyükdür bərabərdir 2A minus 14. Görək, x hansı aralda qiymət alır. Yenə şərt veririk. A minus 5 tutaq ki, böyükdür 0-dan. Onda nə olur? Hər tərəf A minus 5-ə bölürük. Burada qalır x minus 8 böyükdür bərabərdir. Burada nə olur? 2a minus 14 bölünsün a minus 5 və x böyükdür bərabərdir 2a minus 14 bölünsün a minus 5 plus 8. İndi bizə deyir ki, ən kiçik tam həlli 9 olarsa, bir bu olar, bunu belə saxlayıram. Bir də a minus 5-in mənfi ola biləcək halına baxırıq. Onda hər tərəfi yenə a minus 5-ə böləndə burada qalır x minus 8 bərabərsi işarəsinin əksinə dəyişir. 2a minus 14 bölünsün a minus 5 olmuş olur. Və buradan da
x kiçikdir bərabərdir 2a minus 14 a minus 5 plus 8. Burada bu bərabərsizlikdə x kiçik hansısa bir ifadə olursa, bunun ən kiçik həlli yoxdur. Bu mənfi sonsuzluqdan tutaq ki, hansısa bir k-ya qədər gələcək. Bax, buraya nə olursa artıq odur. Amma burada isə, buradan başlayır, tutaq ki, m-dən başlayır, məsələn də indi nə olursa, hətta bərabərlikdə olduğuna görə, m-dən başlayır, müsbət sonsuza doğru gedir. Yəni, burada artıq kiçik qiymət var, burada böyük qiymət var. Burada ən böyük qiymət var, k-nı daxildə götürə bilərik. Bu indi simvolik bir şey yazmışam. Burada ən böyük qiyməti maksimumda k, burada minimumda m. İndi bizə də deyir ki, minimum qiyməti. Demək ki, bu hala baxmırıq. Bu hala baxmırıq. Sadəcə bu hala baxırıq. İndi burada bir dənə yer açım. Bizə lazımdır, bax bu. Yəni, x böyükdür bərabərdir 2a minus 14 bölünsün a minus 5 plus 8. İndi, bunun ən kiçik qiymətinin, yəni bu bərabərsizliyin ən kiçik qiymətinin 9 olması üçün, məsələn, ya x böyükdür bərabər tutaq ki, 8-dən neçəsə, məsələn, 1 olar, 2 olar, 3 olar və s. ən kiçik qiymət 9 olur və x böyükdür bərabərdir 9 olarsa ən kiçik qiyməti 9 olur. Yəni, bax, bu ifadə, bu, 2a minus 14 bölünsün a minus 5 böyükdür 0-dan kiçikdir bərabərdir 1-dən. 0-dan 1 arasında. Yəni, bu kəsr hissə olsun ki, 8 tam neçəsə olsun, üstünə də 8 gələndə versin bizə 9-u, yəni ən böyük tam qiyməti 9-u və yaxud da ki, 1 olsun ki, toplayaq 9 olsun. Biz bu bərabərliyi həll etməliyik. Yəni, 2a minus 14 bölünsün a minus 5 böyükdür 0-dan. 2a minus 14 bölünsün a minus 5 kiçikdir bərabərdir 1-dən. Bu sistemi həll edirik indi. Tək-tək baxaq. Buradan yazıram. Birinci 2a minus 14 bölünsün a minus 5 böyükdür 0-dan. Bunu həll eləmək üçün 2a minus 14 vurulsun a minus 5 böyükdür 0 yazırıq. Ədəd oxunucu çəkirik. Biri 5-dir, biri 7-dir. Plus, minus, plusu yazanda böyükdür 0 dediyinə görə bir mənfi sonsuzluqdan 5-ə qədər, bir də 7-dən müsbət sonsuzluq. Yəni, mənfi sonsuzluqdan 5 birləşir, 7 müsbət sonsuzluq. İndi digərinə baxırıq. 2a minus 14 bölünsün a minus 5, 1-i keçirik digər tərəfə, minus 1 kiçikdir bərabərdir 0-dan. Bu da olur demək, a minus 5-də 2a minus 14 vururuq 1-ə, yazırıq surətə, minus a plus 5 kiçikdir bərabərdir 0-dan. Burada olur a, 14-dən 5-i çıxdıq, a minus 9 bölünsün a minus 5 kiçikdir bərabərdir 0-dan. Yəni, a minus 9 ilə a minus 5 kiçikdir bərabərdir 0 olmuş olur, ədəd oxunu çəkəndə. 5 daxil deyil, məxrəzdədir, 9 daxildir. Plus, minus, plusu da yazanda bizə lazımdır kiçikdir 0 olduğuna görə bura. İndi bu ikisini kəsişdirmək lazımdır. Bunun üçün də nə indirik? Bizə dəqiqə. O silgini axtarırdım. İndi bu ikisini kəsişdiririk. Bundan bunu kəsişdiririk. Ədəd oxu çəkirik. Demək, 5 var, 7 var və 9 var. İndi mənfi sonsuzluqdan 5-ə, 7-dən müsbət sonsuzluğa, bu birincinin həlli. İkinci, 5-dən 9-a qədər, bu da ikincinin həlli. Kəsişməsi görürsünüz, 7-9 arasıdır. 7-dən 9-a qədər. Bizə nə deyir? Tam qiymətləri cəmi. 8 və 9 topladıq, bu da 17 eləyir. Keçdik digər suala, 43. Uyğunluq sualıdır. Bir açım burada. 5x plus 3 kiçikdir 2 vurulsun. Həll eləyib uyğunlaşdıracaq da bunları. 5x plus 3 kiçikdir 2x plus 12-dən. Keçir x-ləri bir tərəfə. 5x minus 2x kiçikdir 12 çıxılsın 3-dən. Yəni 3x kiçikdir 9-dan, x kiçikdir 3-dən. Mənfi sonsuzluqdan 3-ə qədər. Digərini yazıram. 6x plus 9 kiçikdir 6x plus 12-dən. 6x-lər islah olanda qalır x kiçikdir 12-dən. Yəni bu deməkdir ki, x-in bütün qiymətlərində bu bərabərsizlik doğrudur, ödənir. Digərinə baxırıq, aşağıdan yazıram. 4x plus 20 plus 5x kiçikdir 9x plus 12 plus 5-dən. 4x 5x, bu da 9x elədir. 20 kiçikdir 17-dən, bu da olmaz.
Burada belə bir şey yox. X-in bütün qiymətlərində həlli olmur. İndi baxaq. Həllər çoxluğu mənfi sonsuzdan 3-sədir. A doğrudur. Həllər çoxluğu mənfi sonsuzdan müsbət sonsuzdadır. B doğrudur. Həlli yoxdur. D 3-ə aid oldu. Ən böyük tam həlli 2-dir. Bəli, bu birinciyə aid. 3-ə qədər 3 olmadığına görə 2 olmuş o. Tam həllərin cəmi 3-dür. Bu yanlışdır. Çünki burada mənfi sonsuzluqdan nə qədər ədəd var? Burada da eyni şəkildə mənfi müsbət sonsuzluq. Burada ümumiyyətlə tam həllərin cəmi 0-dır. Bu heç birinə getmir. Uyğunluğu, bu da eyni tip sualdır. Bunu da özünüz yazarsınız artıq. Gəldik 45. 45-ci sualda demək, bu bərabərçilik heyətinin həllinin mənfi sonsuz müsbət sonsuz olması üçün və bu böyükdür olan hissə, yəni 2a kvadratı minus 5a plus 17 kiçikdir, bərabər olmalıdır a kvadratı plus 3a plus 5-dən. Bu şəkildə olarsa mənfi sonsuz müsbət sonsuz olur, yoxsa olmur. Sağdan sola keçirək hamısını. A kvadratı minus 8a minus plus 12 kiçikdir, bərabərdir 0 olmuş olur. Bunun da həlləri, yəni 0-a çevirən qiymətləri 2 ilə 6-dır. Köklərini yazsaq ədəd oxunda 2 və 6 intervallarımızda çəkdik. A kvadratın əmsalı müsbət olduğuna görə müsbətlə başlayır. Mənfi müsbət. Kiçikdir 0 dediyinə görə 2, 6 arası. 2-dən 6-ya qədər. A parametrin ala biləcəyi tam qiymətlərin cəmi 2, 3, 4, 5 və 6. Bu da eləyəcək 5, 9, 11, 20. Sonra digər sualımız 46 da eyni sualdır. Yəni bunu kiçikdir, bərabər edib bir-birindən yazacaqsınız. Eyni şey 47-də də var. Görürsünüz. 4a minus 1 kiçikdir 2a plus 9 olacaq. Burada da 5a minus 4 kiçikdir 3a plus 8 olacaq. Yəni, eyni suallardır, ona görə onları yazmıram. Keçdik 49-a nə deyir? Bərabərsizliyini həll edin. Diaqrama əsasən bərabərsizliyi həll edin. Bizdə A var. Cədvəllə verib də. A 2-dir. Buradan yazıram altından 2. B neçədir? B 7-dir. C 4-dür. D 6-dır. Yerinə yazaq indi. AX, yəni 2x kiçikdir, bərabərdir. B neçədir? 7. CX 4x böyükdür, bərabər D neçədir? D də 6-dır. Və sonra bu sistemi həll edəməliyik. Yəni burada alınır. Demək, x kiçikdir, bərabərdir 3,5-dən. X böyükdür, bərabərdir 6-nı 4-ə böldük 1,5-dən. Yəni 1,5-dən 3,5-ə qədər. Vəssalam.